Eyvaz Osmanov, Riyad Cəbrayılov, Abutalıb Kəngərli, Elmar İskəndərov, Yunus Yunuszadə, Savalat İmanov, Rəşid Məmmədov, Eltac Rəşidzadə, Hafiz Rəhimov, Həsən Əliyev, Abdülvahid Məmmədov, Nigar Quluzadə, Nigar Qurbanova, Esən Batı, Seyid Samur, Rəbiyə Yelgioğlu, Ayla Bayramlı, Nərmin Aslanova. Təbrik edirik dəyərli və əziz gönüllülərimiz. Dostlar, alkışlarımızı sen gitmeyin, alkışlarımızı sen gitmeyin. Bu alkışlar da gençlerin kazandığı buna bir motivasiyadır biz diyebiliriz. Sağ olun, Allah xidmət edin. Bir dəfə gəlin. Her ənəvi olaraq biz qeyd edirik. Bu mükafatlandırma mərasimdir. Ötən illərdə, qarşıdakı illərdə burada əyləşən gönüllü gənclərimiz, siz də baxın, bu səhnədə ola bilərsiniz. Bu mükafatı əldə edə bilərsiniz. Təbii ki, buna görə də elə hər il boyu daha coşqulu, daha dinamik çalışmaq və müvəffəqiyyət əldə etməyə lazımdır. Əminəm ki, gənclərimiz də mənim kimi həyəcanlı və qürurludur. Çünki onlar deməsəm, mən həyəcanlı və qürur hissi yaşayıram. Təbii ki, və mən əminəm ki, az öncə qeyd etdiyim ki, bax, burada əyləşən digər könüllülər də gələn il burada olmaq üçün artıq 2024-cü ildə çox yaxşı fəaliyyətlər göstərəcəklər. Bu cür əlamətlər bir ildə, ilin könüllüsü